Hər kəs salam, mən Elvin. Kanalıma xoş gəldiniz. Bu videoda 3 həftə qalmış imtahana nələr edəcəyimizi başa salacağam sizə. Bəzi dostlarımız var ki, stres halındadır və imtahanı necə yola verəcəyimiz barədə çox fikirləşirlər həqiqətən. Bu, yəni yaxşı bir əlamət deyil. Ona görə qərar verdim ki, bu videonu çəkim. Hansı ki, mənim də bir neçə tanışım var ki, onlar da 11-ci sinif buraxılış imtahanına hazırlaşır. 9 mart verəcəklər inşallah. Deməli, buraxılış imtahanına hazırlaşmanın əsas yolu nədir? 3 həftə qalıb. Bu 3 həftədə hər şey dəyişmək olar. Yeni mövzu öyrənməyə ehtiyac yoxdur. Çünki artıq müəllimlər bütün mövzuları keçibdilər. Siz əgər öyrənmədiyiniz bəzi mövzular varsa, bunun üzərinə getməyin heç bir yeri yoxdur. Çünki 3 həftə ərzində siz gərək yeni mövzu oxuyasınız, o mövzunun testlərini işləyəsiniz başdan ayağa. Bu da sizin tamamilə vaxt itkinizi gətirib çıxacaq. Onun yerinə oxuduğunuz hər hansısa bir mövzunu təkrar eləmək və həmin mövzu barədə sınaq işləmək daha uyğundur sizin üçün. Məsəl üçün, çoxlu sınaqlar işləyə bilərsiniz bu 3 həftə ərzində. Riyaziyyatdan əsasda. Gəlin belə sırayla gedək də. Azərbaycan dili, ingilis dili, riyaziyyat. Bunu necə hazırlaşmalısınız, onu başa salacağım sizə. Başlayaq Azərbaycan dilindən. Son 3 həftə qalıbdır. Həftələrə bölmək lazımdır. Bu dediklərimi qeyd eləsəz sizin üçün daha yaxşı olar. Çünki planı beyində qurduqda insanın başı qarışır. Amma o planı yazanda harasa artıq baş qarışması gedir və o plana baxaraq daha doğru hərəkət edə bilərsiniz. Deməli, nə etməlisiniz? Məsələn, həftələrə bölürük. 1, 3, 5-ci günlər deyək ki, bizim hazırlığımız var. Siz 2, 4, 6-ya bölürsünüz və həmin günlər müəyyən bir vaxt bölürsünüz özünüzə. Məsələn, 2-dən 4-ə boşsuz. Həmin vaxtı deyirsiniz ki, məsələn, 2 dənə mətn işləyəcəm. Biri publisistik, biri bədii mətn işləyəcəm. Daha sonra deyirsiniz ki, məsələn, ikinci gün bunu etdimsə, 4-cü gün qrammatika işləyəcəm Azərbaycan dilindən. Bu cür bölürsünüz. Daha sonra ingilis dilinə olmalıdır. İngilis dilində eyni şəkildə qrammatikanı təkrar eləməlisiniz. Daha sonra onu tətbiq eləməlisiniz. Bundan başqa qaydalara falan baxmalısınız. Çoxlu listeninglərə, speakinglərə qulaq asmalısınız. Əslində speaking yoxdur sizdə, speaking bizdədir. Listeninglərə qulaq asmalısınız, mətn falan oxumalısınız, özünüzdən ess yazmalısınız. Bunları öz üzərinizdə məşq eləməlisiniz ki, imtahana gedəndə daha rahat olsun sizin üçün. Riyaziyyata gələndə riyaziyyat hamının yaralı yeridir. Çünki riyaziyyatda bəzi adamlar var ki, fikirləşir ki, məsəl üçün biz qayda oxuyub, məsəl üçün başladıq deyək ki, aydınlıq kəsirlərdən indiyə qədər təkrar eləyək, daha sonra gedək test işləyək. Bu təkrar eləmək yolu nədir? Təkrar eləmək gedib oxumaq deyil. Təkrar eləmək riyaziyyatda gedib yazmaqdır, tətbiq eləməkdir. Məsəl üçün getdik, aydınlıq kəsirə aid bir dənə misal yazdıq biz. Həmin misal yazarkən artıq biz onsuz da təkrar eləmiş sayırıq da, yəni bir də onu gedib oxumağın yeri yoxdur. Hazır bizim vaxtımız itmir, biz vaxtımızı daha yaxşı dəyərləndiririk. Riyaziyyatdan gedib çoxlu sınaqlar işləmək olar. Buraxılışa hazırlaşırsınız, buraxılış imtahana gedirsiniz də, düz deyil. Gedin qəbullarını işləyin riyaziyyatın. Siz əgər o qəbulları işləyəndə 30 dənədən, məsəl üçün 20 dənə yazırsınızsa, siz deməli buraxılışdan həqiqətən 20 plusa layiqsiniz, yəni 25 dənə sualda. Ondan sonra riyaziyyatda məsəl üçün bir mövzunun iminli testlərinə baxa bilərsiniz. Hansı ki, Nicat Baxışzadə imtahana bir həftə qalmış videolar yayınlayır. Mən onun videolarına baxırdım. 4 saatlıq, 5 saatlıq canlılar olurdu. Heç bir şey yazmağınıza ehtiyac yoxdur orada. Çünki 4 saat, 5 saat həqiqətən yorucu bir vaxtdır. 1-2 saat yazsaq da qalan saatlar yaza bilməyəcəyik. Ona görə ancaq oturub o videoya baxaraq dərk eləmək lazımdır. Və keçmiş videolar da var mən bilən, hansı ki, onları silməyibdi. 4-5 saatlıq canlılar, canlı açılan bölməyə orada girirsiniz, orada var. Orada girib baxa bilərsiniz onun videolarına. Həqiqətən çox yaxşı videolar var. Mən onun videolarına baxaraq son həftə riyaziyyatda daha da gücləndim. Nəsə, ondan sonra imtahana deyək ki, son bir həftə qaldı və siz həqiqətən çox stresslisiniz. Filankəs çox bal yazıb, mən gedib az yazaram, sınaqdan özünüzə örnək götürürsünüz. Amma bu belə deyil. Mən sınaqdan tanışlarım var ki, sınaqdan bir-birlərindən çox yazırlar. Məsəl üçün bir dostum var idi, sınaqdan həqiqətən çox yazırdı, biri ondan az yazırdı. Amma getdilər buraxılışda o çox yazan çox stressə düşmüşdü deyə buraxılışda o birisindən daha az nəticə göstərmişdi. O daha çox yazmışdı. Və buna həqiqətən inanmırdılar bir-birlərinə ki, nətər oldu, mən sınaqdan səndən daha çox yazırdım. Yəqin köçürüb falan eləyirdi böyük ehtimal ki, ona görə gedib az yazmışdı o. Məsələn, daha sonra deyim kimi, heç kimlə özünüzü müqayisə eləməyin. Kimləsə özünüzü müqayisə edəndə artıq sizin motivasiyası düşmüş olacaq. Onda deyim ki, sadəcə bunu fikirləşin. Bax, bunu fikirləşəndə həqiqətən insan oxumağa qarşı həvəsi artır. Gözünüzü yumun və fikirləşin ki, artıq imtahanı vermişəm, buraxılışı, istədiyim nəticəni toplamışam və indi bloku gözləyirəm. Bloku da verdikdən sonra artıq istədiyim universitetin kodlaşdırmasını gözləyəcəm. Və istədiyim universitetin kodlaşdırmasını etdikdən sonra artıq sənin gözləyəcəyin tək şey kodlaşdırmanın nəticəsi çıxmağıdır. Balın istədiyin kimi olandan sonra artıq kodlaşdırmanı da 100% bilirsən ki, istədiyim universitetə düşmüşəm. Və sonra 3 ay artıq bildiyiniz kef eləyəsiniz. Nəyə görə kef eləyəsiniz? Fikirləşəsiniz ki, artıq universitetə qəbul olmuşam. Universitet dostlarımla yavaş-yavaş qrup yaradırıq, onlarla tanış olacağam, istədiyim universitetə daxil olacağam, ailəmi sevindirəcəm və gələcək karyeramı qurmağa başlayacağam. Həqiqətən bu insana çox böyük bir motivasiya verir. Bunu gözünüzü yumaraq fikirləşə bilərsiniz, harasa baxaraq fikirləşə bilərsiniz. Yəni bu sizə həqiqətən imtahana hazırlaşarkən daha çox motivasiya verir. Etsəniz imtahana sizə söz verirəm ki, həqiqətən yüksək nəticə toplayasınız.
Bir də onu deyim ki, istəklə deyil, əsas çaba ilədir. Siz əgər çabalamasanız, siz əgər cəhd göstərməsəniz, çoxlu testlər işləməsəniz, imtahana düşəcək sualları təkrar eləməsəniz, yəni yazmağınız qeyri-mümkündür də. Yəni bunu bir-birimizi aldatmağın yeri yoxdur ki, hə mən istəyirəm. İstəməklə heç nə aşmır. İstəmək düzdür, nail olmağın yarısıdır. Amma nail olmaq üçün də gərək çalışasan ki, o 50% tamamlayasan. Ona görə deyirəm ki, yəni çoxlu sınaqlar işləməlisiniz riyaziyyatdan. 3 həftə ərzində riyaziyyatın üzərinə düşməlisiniz. Riyaziyyatdan testləri işləməlisiniz. Təkrara heç bir ehtiyac yoxdur. Riyaziyyatın təkrarı ancaq sınaq işləməkdir. Azərbaycan dillə mətnlər işləyin, qrammatikaları oxuyun, təkrarlayın. İngilis dillə eyni şəkildə qrammatikaları oxuyun, təkrarlayın. İngilis mətnini gedin oxuyun, gözünüz alışsın. Biraz bəzi sözlərə, bilmədiyiniz sözlər varsa onları təkrar eləyin. Ess yazını öz üzərinizdə məşq eləyin. Hansı ki, çoxdan düşmüş imtahanların suallarına baxın. Həqiqətən sizə uğur gətirəcək. Mən sizə inanıram. Siz həqiqətən əgər istəyirsinizsə, istədiyiniz balı yazacaqsınız və nail olasınız və gəlib bu videonu yorumlayacaqsınız ki, mən istəyimə nail olmuşam. Həqiqətən o bir videolarımın bəzi altlarına yazmışdı ki, UNEQ maliyyə istəyirəm, inşallah qəbul olacam. Qəbul olanda gəlib bura bu videonun altına yazacağam ki, qəbul olmuşam. İnşallah o sevinci yaşamaq hər birinizə nəsib olsun. Gəlib bu videonun altına mən istədiyim yerə qəbul oldum yaza bilərsiniz. İmtahanın az bal yazsan da, çox bal yazsan da sən hər kəs üçün dəyərlisən. Bunu sadəcə yadında saxla. Bu qədər. Hər kəsə uğurlar arzulayıram.